Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. İlk öncə sizləri Torpaq Çərşənbəsi münasibətilə təbrik edirəm. Allah Taala vətənimizdə heç zaman müharibə falan heç nə eləməsin. Hər zaman əmin-amanlıq içərisində yaşayaq. Canımız sağlam olsun, bir tikə çörəyimizi tapaq, yeyək, içək, yaşayaq. Bu gözəl vətənimizdə. Əziz izləyicilərimiz, arzularım çoxdur. İnşallah ki, qarşıdan Novruz bayramı gəlir, Ramazan bayramı gəlir. O vaxtı da mən çəkiliş edib Elvindən sizləri təbrik eləyəcəm. Elvin, biz hardayıq, Şubalandayıq. Yadındadır da o ev. O ev. Bax, o evi biz çəkmişdik 153 min manata. Mən oranı çəkə-çəkə nə dedim? Dedim ki, satılacaq. Bəzi müştərilərim mənə yazdı, zəng eləyənlər də oldu. Bahadır, satılmayacaq. Allah xeyir versin. Alana da, satana da. Canı sağlam yaşasın, kef eləsin. Bax, gəl buranı da göstəreyim Elvin. O qapı oranındır. Hansı ki, biz burada çəkiliş eləyəndə, qardaşım, biz burada çəkiliş eləyəndə yadındadır da, bunun qapısı açıq idi. Məni izləyənlər bilir. Mən oranı 153 minə çəkəndə bura açıq idi, burada iş gedirdi. Dedim ki, tezliklə 3 sotda bu ev çıxacaq satışa. Hal-hazırda bu ev çıxdı satışa. 3 sotun içərisində 150 kvadrat 4 otaq. 205 min start qiymətdir. Torpağın da, evin də kupçası var. Həyətə maşallah 2 dənə maşın rahat yerləşər. Rahat. Hətta biraz da sıxışdırsın, buranı rəğb eləsin, qaraj kimi istifadə eləsin. 3 maşın. Burada üstü bağlı belə yüngül konstruksiyadan bir söhbətgah inşa olunub, yığılıb, daxilində manqalı var. Stolu, krislosu qoyulub. Hovuzumuz, deməli, 3 metrənin 6 metrəyə olan filtrli hovuzdur. Hovuzun motorxanası, həyətin su anbarı burada, ayağımın altında yerləşir. Bəzi bağlarımız var ki, 6 sotda heç bu qədər yaşıllığı yoxdur. Baxın, burada gözəl bir, geniş bir yaşıllıq salınıb, landşaft hissəsidir. Yerlər var, kim istəsə əlavə olaraq gül, çiçək, ağac falan əkə bilər. Evin arxasında mən özüm keçmişəm, düz arxaya qədər keçmək olur. Evin kombi aparatı falan hamısı arxa hissədədir, pəncərədən göstərəcəm. Keçirik. Ev yerdən 3 daş üstündə, hündürlükdə inşa olunub, bütöv olaraq hamısı monolit beton, isti döşəmə, təzədən yenə beton verilib, sonra üstünə metlaq, laminatlar hamısı düzülüb. Bura qonaq otağıdır. Qonaq otağının qarşısında kiçik bir veranda var, mətbəx otağı isə birbaşa hovuza baxır. İndi isə keçirik biz evin daxilinə. Buyur, Elvin, keç öndən. Birinci evin içərisinə bizim çəkilişimizlə müştərilərimiz keçsin, sonra mən keçərəm. Baxın, bura qonaq otağı kimi sayılır, qonaq otağıdır. Qonaq otağında stol, stul, divan, kreslo hamısı qoyulub. Bir daha söyləyirəm, ev bütöv olaraq isti döşəməklə təmir olunur. Aranı, buranı eləmək olar dəhliz. Mən bayaq əslində düşünürdüm, dəhliz, kiçik bir dəhliz eləmək olar. Hansı ki, belə gəlib, bir dənə mətbəxdir. Qapının qabağını da eləmək olar. Əlbəttə ki, oranı da eləmək olar, bağlamaq olar, dəhliz eləmək olar. Burada asılğan olacaq, yüngül belə bir şey qoyublar, burada olacaq asılğan, sifariş verilir. Sağ tərəfdə əsas odur ki, mətbəx otağı ayrıdır və qəşəng bir mətbəx otağı da var. 205 min. Baxın, yenə sual verirəm. 205 minə şəhərin harasından 150 kvadrat 4 otaqlı ev almaq olar. Mən bu həyətə çıxıram. Sual verirəm sizə. Zəhmət olmasa yazın. Sizdən çox xahiş edirəm. Evin daxilində, baxın, qonaq otağı, burada belə TV stand yığılıb, televizor bura qoyursunuz. Evin daxilində 3 dənə yataq otağı var. Bir yataq otağı daxilində sanitar qovşağı, ikinci yataq otağı, ümumi sanitar qovşağı, bu da üçüncü yataq otağı. Gəl, buradan başlayaq. Üçüncü yataq otağı. Evin arxasına düz buradan keçirsən, axıra kimi keçmək olur. Hündürlük də qəşəngdir, səliqəlidir, təzə evdir, sıfır. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Duş kabinası, əl üz yuyanı, unitazı. Rahat. İkinci yataq otağı. Evin arxa hissəsidir. Obrus pəncərədən göstərəcəm sizə. Hə? Məsafə var. Var məsafə. Tam birləşdirməyiblər. Bu da üçüncü yataq otağı. Bax, məsafə var. Ora çınqıl daşlar tökülüb, hamısı. Burada evin kombi aparatı yerləşir. İstəyən orada bağlayıb yüngül bir. Yəni bura pəncərə
gün qarşısını almamaq üçün dolab yığmaq olar arxa hissədə. Bu da yataq otağının daxilində yerləşən sanitar qovşağı. Duş kabina da burada belə yığılıb ayrıca. Burada bağlanır. Açılır. Əziz və dəyərli izləyicilərimiz, yer haqqında da məlumat verin. Biz Şuvalanda yox. Şuvalan parkdan aşağı düşəndə Şuvalan villasa çatmamış gözəl bir ərazidə sizə bu evi təqdim elədim. Bir daha söyləyirəm, evin start qiyməti 205 min manatdır.